Bu deməli ayın neçəsi keçirildi? Yadımdan çıxdı. 19-u səhv etmirəmsə, hədəf kurslarının blok imtahanı 11-ci sinifdir. Bəli, bəli, 19-u keçirir 11-ci sinif. Dil sahil, bəzi suallar görülməyəcək, onlara baxmayacağım, amma belə ümumi baxacaq. Sahil dostuna ziyarət etmək istəyir, lakin o mənzil nömrəsini unudub. Lakin bilirəm ki, neçə rəqəmli? Tək rəqəmlidir və iki rəqəmli. İki rəqəmli ədəddir və rəqəmlərin tək rəqəm. Tək rəqəmlərin hansılardır? 1, 3, 5, 7, 9 və 2 rəqəmli ədəddir. Neçə bir təkrarlanmayan söz olmadığına görə bütün versiyalardan istifadə edə bilirəm, düzdür? Burada da 5 versiyadan istifadə edə bilirəm. Ballar. Burada da 5 versiyadan istifadə edirəm. Ümumi neçə versiyadan istifadə edə bildim? 25 variantdan istifadə edə bilərəm. Neçə müxtəlif variantı var? Deyirəm 25. Sonra ikinci suala baxırıq. İkinci suala baxaq. İkinci sual biraz etablı suallardır. Amma maraqlı sualdır. Baxaq görək nə deyir. Deyir ki, 64 dənə səhifəm var. Bəli. Gəlin bu birinci hissəsini eləyək əvvəlcə. Bax, bu birinci tur. 65 səhifəm var. Bunun bir dənəsində şəkil var. Digərlərində nə var? 64 səhifəsində də mətn var. Mətnimiz hansılardan ibarətdir? Assidə kodlaşdırılıbsa, həcm bərabər S vurulsun, S vurulsun, S vurulsun 1 baytdan istifadə edəcəm, düzdür? Mənim ümumi 64 səhifəm var. Hər səhifəmdə 128 sətr var və hər sətirdə 256 simvol var və assidə kodlaşdırıb 1 bayt. Ballar, cavablarda görürsünüz, sonunda sürəti kilobayta böldüyünə görə mən bunu kilobayta çevirsəm, mənim üçün daha rahat olar. Ona görə baytdan kilobayta keçəndə nəyə bölürük? 210-a bölürük. Bərabərdir. 208, bu bir vuranı zaten getdi. Buradan da 2 götürsəm, neçə qalacaq? 210 elədi. Buradan da 207-dən də götürsəm, nə qalacaq? 32 qalacaq, düzdür? Yerdə qaldı mı? 211 nə? Kilobayt. Bunu burada saxlayıram. Baxın, görün, yanlış hesablamamışam. Aha, keçirəm qrafik məsələyə. Qrafik məsələmizdə də bizim bir dənə səhifəmizdir. Bir dənə səhifəmizdə qrafik təsvir var. Təsvir 2048 vurulsun 1024 nöqtədən ibarətdir. Düsturumuz nə idi? Həcm bərabərdir. A vurulsun, B vurulsun, N düsturu. N nə idi? Bir nöqtənin yaddaşda tutduğu yer idi. Bir nöqtəyi yaddaşda tutur 250. RGB rəng modeli. Yəni 24 bit. Biti də buraya yazıram ki, məni çaşdırmasın. Çünki bitdən nəyə keçəcəm? Yəni kilobayta. Böləcəm 213-ə. 210, 2048 neçədir? 11. 10-dan 11, burada ixtisar getdi. 11-dən 3 çıxana hissəsi qalacaq. 8. Da qaldı 256. Düzdür? Bunlar ixtisar aparırammı? Aparım da, düzdür? Edək. Deməli, burada bunu saxlayıram necə? Bunlar sadələşdirəndə küsdür. 11 vurulsun 3 kimi saxlayıram, düzdür? Kilobayt olaraq bunu saxlayıram. Sonra bunlar ümumi həcmdə 75% azalır. 75% də bunu burada azalıram. Bunları toplayıb azaldıram da, düzdür? Bunları toplayanda nə qədər elədi? Küsdür. 211-in üstünə gəlirəm. 211 vurulsun 3-ü. 4, hə, 4 vurulsun neçə? 211. Bu da bizə verəcək 213. Düzdür? Bunu burada saxlayıram. Saxlamıram daha doğrusu. Gəl burada 75% azaldıram. 213-ü 75% azaldanda nə qədər eləyəcəm? Nəyə vuracam? 4 dəyişə vurum da, bəli. Da indi əsas ölçü vahdində nə qədər? 213 özü neçə faizdədir? 100%dədir. X-də də 75%də. Prosta indi mənim daha rahat olsun deyə 4 dəyişə vururum. Bu da bizə neçə verəcək? Bir dəqiqə. Nə qədər azaldı? Elə normal faiz üstündən eləməyimiz daha rahatdır. Deməli, 213-ə neçə faizdə yerləşir? 100%-də yerləşir. Ədədim bilmirəm nə qədərdir, amma 75% azalıbsa neçə faizdə yerləşəcək? 25-də. Burada da x bərabər olacaq 211 kilobayt. 211 kilobayt. İndi baxıram ki, mənim burada həcmim nə qədərdir? 211 kilobayt. Sonra bir dənə də düsturum var. Həcm bərabərdir, sürət vurulsun nəyə? Zamana. Düzdürmü? Burada da mənim həcmim var 211, sürətim də var nə qədərdir?
2 kilobaytdır. Baxın, sürət 2 kilobaytdır. İndi t-ni də axtaranda 211 kilobaytı böləcəm nəyə? 2 kilobayta. Bu da eləyəcək 1024 saniyə. Oldu. Düzdür, biraz belə çox etapla getdi, amma rahat misaldır. Belə rəqəmlər biraz böyük alır deyə adam görür. Oldu mu? 211 yazmışsın. Bəli. 211. Hərdən? Buranı Yox. Buranı topladım. 4 vurulsun 211 elədi. 211-in üstünə gəldim. 211 vurulsun 3. Hı. Hə, mürtəzə xərcini çıxardandan sonra bir hissə gəlsin. Heç o da elədi. 4. Hepsini. Görə bildin əsasını? Hı, tamam. 32 rəng çalarına maliksə bir pikselin yaddaşda yer nə qədər olacaq? 2 üstü n-dirsə 32 bit. Bit. Cavabda 32 bit var? Yoxdur. Bayta çevirə bilərik. 8-ə bölən neçə düşəcək? 4 bayt. Cavabda 32 bit olsaydı 32 bit, yoxsa 4 bayt. Tillərin sayını tap. Ay uşaqlar, ya bunu tək-tək sayın, tək-tək təbii ki saymaq bizim üçün çətin olur. Amma biz burada birlərin sayını tapa bilirdik də. Təpəni vuranda bir tildən çıxan xətlərin sayına bir təpədən çıxan. Bizə verirdi birlərin sayı, düzdür? Bir təpədən neçə dənə şey çıxır? 5 dənə. Neçə dənə təpə nöqtəmiz var? 2, 4, 6. 6-nı vururam 5-ə, bizə 30. 30 dənə sənin birin var. 30 dənə birin. Amma biz bilirik ki, tilin sayını 2-yə vuranda birlərin sayı verir də bizə, düzdür? Tilin sayını 2-yə vuranda verirdi birlərin sayı. Birlərin sayı. Sənin birlərin sayı var. Tilin özünü axtarırsan. Neçə tilin olacaq? 15-dir. Tərsinədir də. Ya da ki, yəni çətin deyilsə, yadımızdan çıxıb düzdür falan, tək-tək baxın. Amma biraz daha mürəkkəb olanda baxa bilməyəcəksiniz. Ticarət mərkəzində deyir, bütün hər şeyi verib, haqqında bütün məlumatlar əks olunursa, bu necə məlumat olacaq? Tamamlıq. Uşaqlar, deyir ki, 10 megabaytdır. Əgər burada desəydik, deyir ki, yalnız rəng çaları azaldılıb. Yəni, piksellərin sayı nə olub? Heç nə olmayıb. Onda piksellərin sayı nə olacaq? Dəyişməz qalır. Deyir, yalnız rəng çaları. Yəni, bizdə həcm artıb azalır. Rəng çaları. N-in qiyməti artıb azaldıqca rəng çaları artıb azalacaq. Amma piksel burada nə olur? Deyir, piksellərin sayı necə dəyişir? Dəyişmir. Çünki burada yazıb ki, yalnız rəng çaları artıb, daha doğrusu azalır. 7-ci sualda aşağıdan yuxarıya doğru getdiyimiz məsələ tipləri var idi, xatırlayırsınız. Bax, həmin o məsələ tiplərdə aşağıdan yuxarıya doğru getdiyimiz məsələ. Axırdan əvvələ gedirəm. Elə ki, aşağıdan qalxıram yuxarı. Deyir ki, ən sonunda 30 bayt olub. 30 bayt olub həcmi. İndi geri qaydıram axı, düzdür. 50% arxiləşib 30 bayt olubsa, bu 50% bunu qaldıranda yuxarı nə qədər olacaq? 60 bayt olacaq da. 60-ı biz 50% azaltmışıq ki, 30 bayt olub. Sonra deyir ki, 5-də ikisi silinibsə, bunun 60-ın 5-də ikisi silinib 60 olubsa, 60-ı nəyə vurmalıyam ki, geri qayıtsın? Neçəyə? Aha. İndi geri qaytarmaq üçün nəyə vurmalıyam? 2-də 5-ə? Deyəcəm. 2-də 5-i 2-də 5-i silinib 60 olub, düzdür? 60 olub. İndi geri qayıtmaq istəyirəm də, geri qayıdacam. Nəyə vuracam? Hə, Zeynəb? 3-də neçəyə? 3-də 5-ə vururuq. Bura bizə neçə verəcək? 100. Ay, sağ. 100 bayt aldım. 100 bayt aldım. Geri qayıtdım. Buranı da getdim. Deyir ki, 1024 simvolda kodlaşdırılan zaman, yəni düsturun həcm bərabərdir, S vurulsun N-dir. Bizim həcmimiz zaten bəllidir. 100 bayt almışam və simvol sayı bəlli deyil. Amma burada bildim ki, 1024 simvol əlifba ilə kodlaşdırılıb. Yəni N-in qiyməti nə qədərdir? 10 bitdir. X bərabərdir. 100 baytı böləcək 10 bit. Amma biz fərqli ölçü baytlarını bir-birinə bölə bilmirik. Ona görə 100-ü vuracaq 8-ə, böləcək nəyə? 10-a. Bu da eləyəcək 80, düzdür? 80 dənə nə aldıq? Simvol. İndi yuxarıda da deyir ki,
Yenə eyni düsturda həcm bərabər simvol vurulsun n. Deyir ki, 32 simvolu əlifba ilə kodlaşdırıb, yəni 5 bitdi, bir simvolunu yaddaşdırıb o yer. Və burada mən 80 həcm almamışam, amma nə almışam? Simvol sayı. Yəni mənim simvol sayım 80 dənədir, düzdür? Həcmin nə qədər olur? 8-də 5-in 40, 400 bit. Cavablarda 400 bit yoxsa başqa ölçü variantına keçəcək. Yox, varsa qaldırın. Oldu. Deyir ki, 256 simvol əlifbada bir simvolun həcmi nə qədər olacaq? 256 küsü neçədir? 8. Bir simvol yaddaşına nə qədər yer tutacaq? 8 bit. Ay uşaqlar, deyir ki, rəng çaları. Mənim normalda rəng çalarım 2 üstü n-dir. Amma bunu 16 dəfə azaldıq. 16 da 2 üstü 4 daxil azald. Nə qədər olur bunda rəng çaları? 2 üstü n çıxılsın 4 olur, düzdür? Və deyir ki, həcmim 8 megabayt idi. Həcm 8 megabayt. Sonra da 2 megabayt azalıbsa neçə megabayta düşüb? 6 megabayta. Baxaq görək, mənim rəng çalarım nə qədər idi zaten? N-də 8 megabayt idi. Sonra 16 dəfə azaldanda mənim N-im nə qədər oldu? N çıxılsın 4 oldu mu? İndi bunu tənasüblə həll edirəm. Tənasüblə həll edəndə bura mənə nə verəcək? 6N bərabərdir. 8N çıxılsın neçəyə? 32-yə. Mənfi 2N bərabərdir. Mənfi 32. N də bərabər nəyə? 16-ya. 16-ya. Amma bizdən rəng çalarını soruşduğuna görə 216-dan söhbət gedir. Düzdür? N bir nöqtənin yaddaşlatdığı yerdir. Yaxşımı? Aşağıdakilərdən hansı doğrudur? Burada 23-dür. Deyir ki, 223 onluq ədədi həcm 32 bitdi, baytdır. Aşağılar 200-dür, məsələn 4. Bir dənə bir arxasınca 4 dənə 0 yaddaşda yer tutur, düzdür? İkili sayısının bir simvolu yaddaşda 1 bit yer tutursa, bu ümumilikdə eləyəcək 5 bit yer. Deməli, 223 ədədi də yaddaşda nə qədər yer tutacaq? 24 bit yer tutacaq. Daha qısa. Rum rəqəmləri mövqeylidir. Rum rəqəmləri necədir? Mövqeysizdir. Əsası n olan say sisteminin ən böyük ədədi n-dir. Əsası 8 olan say sistemi, yəni bu 8-lik say sistemindən söhbət gedir. Ən böyük ədəd nədir? 7-dir. Deməli, ən böyük ədədi n çıxılsın bir düsturu ilə tapılır. Onluq say sistemində 16 üstü n çıxılsın bir ədədi 16-lıq say sisteminə çevirəndə hamısı f-lərdir. Bu düzdür. Tak 16-nın kvadratından çıxanda biri, 16-nın kvadratı 256-dır, 255. 255-i biz 16-lığa böl, onluqdan 16-lığa çevirən zaman hamısı f-lər gedəcək. Çünki hər dəfə bir azalır, baxın. Qalıqlar 15 qalır da hər dəfə. Ona görə bu doğrudur. Sonra, Y variantı da deyir ki, 2 üstü n ədədində bir dənə 1, arxasınca n qədər 0 var bizdə. Və ya söhbəti yoxdur. 0 və ya 1 yoxdur. N qədər 0 var. 2 üstü 20, üstə gəlsin 2 üstü 20. Deyir ki, ədəd yaddaşda nə qədər yer tutur? Bunu da mörtəzə xaricinə çıxarsaq, bu el 20 ilə 2 üstü necə? 21. Düzdürmü? Bunu da ikili say sisteminin onluqdan ikiliyə çevirəndə bir dənə 1, arxasınca nə qədər 0 eləyəcək? 21 dənə 0. Neçə rəqəmlə də ediləcək? 22 rəqəmlə. Deməli, yaddaşda 22 bit yer tutur. Bayaq dedimi, məsələn, 2 üstü 4 ədədi. Bir dənə 1, arxasınca 4 dənə 0 var idi. Düzdür. Yaddaşda 4 bit yer tutmadı ki, nə qədər yer tutur? 5 bit. Çünki qabaqda 1 idi. Hər bir simvol yaddaşda 1 bit yer tutur. Düzdür. 2 üstü 21 ədədi də 1, arxasınca 21 dənə 0. Belə də yadınızda saxlaya bilərsiniz. Yaddaşda n plus 1 qədər yaddaşda yer tutur. İkili say sisteminin onluq sayısı 0, 1, 2, 3, 4, 5. 32 üstə gəlsin, 8 üstə gəlsin, 4 üstə gəlsin, 2 üstə gəlsin neçə? 1. Düzdürmü? Bu da neçə eləyir? 40, 44, 40, 47. Belə biləm 13-cü sual asandır. Neçə baytdır? 4-ü vuracaq 1024-ə. Üstünə bu cür yazılışda üstünə 4 gəlirdi. Bu elə bir şey gizlimiz. Çıxılsın 800 bitdən də bayta keçirik də. 8-ə bölürəm. 100 bayt, 100 bayt. Çıxılsın 50 bayt. Bu da nə qədər eləyəcək? Yəqin hesablayıb tapmışsınız. Ümumi ki, nə qədər eləyir? Düzdür? 3950 eləyirmiş deyəsən. Səhv etmirəmsə. Neçə yan-yana gəlin? Hə, bunun yanındakı burada gizli bir plus işarəsi var. 14-cü sual.
Həcm bərabərdir A vurulsun B vurulsun n düsturu deyilmi? Həcmimiz nə qədərdir? Yoxdur zaten. 2048 vurulsun 4096 vurulsun. Rəng çaları nə qədərdir? 8 bit. Bölürəm nəyə? Həcmə. Megabaytla istəyir. 223-ə. Cavab neçə? 2048. Bunu bu arada səhv yazmışım. Bir demir ki, səhv yazmışım. 11, 12 neçə elədi? 23. 23 ilə 23 gedəcək. Neçə qalacaq? 8 megabayt. 8 megabayt. Kilobaytın 1/4 hissəsi. 1/4 vurulsun baytdır. Kilobaytdan bayta keçən nəyə bölürük? 210-a. Bu da eləyəcək neçə? 256 bayt. RGB-də bunlar qırmızı ilə qırmızı ilə yaşılın birləşməsi bizə nə verir? RGB bizə nə verir? Sarı. Deməli, bunlar F olacaq, digərləri nə olacaq? 0, 0. Yaddaş qruplarının hansı? Yadınıza saxlayın ki, xarici yaddaş qruplarının həcmi daha böyükdür. Keş yaddaşı daxili yaddaş qrupusu. Disketin tutumu 1,44 megabayt getdi. CD DVD-yə nisbət, CD ilə DVD-nə bəzən deyirik ki, fərqi nədir? CD-nin tutumu daha azdır, DVD daha böyükdür, düzdür. Amma HDD bunlardan ən yuxarı yaddaş ölçüsünə malikdir. Burada, baxın, 4-ün kvadratı üstə gəlsin, 3-ün kvadratı neçə eləyəcək? 25, 20 kök altda da 25-dən nə çıxacaq? 5. İndi burada bizdən nəyi soruşur? 6-nın kvadratı üstə gəlsin, 8-in kvadratı elədi 100. Burada nə çıxacaq? 10. 19-cu sual. Hansı daha sürətlidir? Yadınıza saxlayın. Ən sürətli yaddaşımız registr. Registr harada yerləşir? Prosesorun daxilində. Sonra gəlir keş. Keş harada yerləşir? Prosesorla RAM arasında. Sonra gəlir RAM. Əgər cavablarda registr varsa registr, yoxdursa keş, keş yoxdursa RAM götürür. Bu da cavab olacaq nə? Keş. Hansı cütədə? 20-ci sual. Demişdik ki, əsas, yəni indeksi cütdürsə, məsələn 2, 4, 6-dırsa, sonuncu rəqəminə baxıram. Sonuncu rəqəm cütdürsə cüt, təkdirsə tək. Əgər əsası, yəni sonuncu rəqəm 3, 5, 7 təkdirsə, rəqəmlərin cəminə baxıram. Rəqəmlərin cəmi cütdürsə cüt, təkdirsə tək. İndi burada cüt ədəd axtarıram. İndeksi cütdür, sonuncu rəqəmi cütdürsə cütdür. Qaydamız var, xatırlayırsınız. 21-ci sual görmürəm deyən gedir. Heç bilmirəm burada abi nədir. Sonra burada ikili say sistemində bu 2 üstü 5, bir də üstə gəlsin 2 üstü 3-dür, düzdür. Olan qüvvətlərin yerinə 1, olmayanların yerinə 0 yazırıq, düzdür. 2 üstü 5-in qiyməti 1-dir, 4 yoxdur. 2 üstü 3 var, 2 üstü 2 yoxdur, 1 yoxdur, 0 yoxdur. İştirak edən sıfırların sayını soruşur bizdən 22-də. 22-də də neçə dənə 0 olacaq? 4 dənə 0 olacaq. 1, 2, 3, 4. Burada 23-cü sualda bizə yuxarıdan aşağıya gəlirik. Baxın, diqqət edin. 312 ədədi ilə bağlı bir doğru fikirlərçi. Həcmi 9 baytdır, onluq. Onluq say sistemində qoyurduq ədədi 2-nin qüvvətləri arasına. Yaddaşda tutduğu yer tapmaq üçün. 312, 208 ilə 209 arasında yerləşir. Və 9 bit deyirik ki, yaddaşda 9 bit yer tutur. Elə birinci nə oldu? Səhv oldu. Birinci getdi. İkili say sistemində bu ədəd eləyir. Bir dənə bir arxasınca 9 dənə 0 eləyir. Bu da getdi. Axı mən 512, 312 deyil bu. Heç bu ədəd eləmir ay uşaqlar. Böləndə görəcəksiniz, səhvdir. İkili yazılışında sıfırların sayı birlərin sayından bir vahid çoxdur. Cüt ədəddir. 312 cüt ədəddir, bəli, bu düzdür. 16-lıq say sistemində 129 kimi istifadə olunur, yox. Cavab olacaq 3 və 4. İndi onu özünüz ikili say sisteminə çevirib baxarsınız. 24-ə baxıram. Deyir 48 ədədi, 48 ədədi. Əvvəlcə dörtlük say sisteminə çevirik. 48 ədədi onluq ədəd kimi daxil edirəm. Sondan əvvələ qalxıram da. Dörtlük say sisteminə çevir. Dörtlük say onluqdan dörtlüyə çevirəndə 4-ə böləcək, düzdür? Neçə dəfə düşəcək? 12, 48 eləyəcək. Qaldı nə? 0. Götürdüm. 12-ni bölürəm 4-ə. 3 dəfə 4-ü neçə eləyir? 12, 0. Və sonuncu qismətimiz də nədir? 3. Bizə nə verəcək? 300. Bax, birincidə mən 300 aldım. İkincidə deyir ki, bütün sıfırları sil. Bütün sıfırları silənə qalacaq elə? 3. Onluq say sisteminə çevir. Onluq say sisteminə də çevirəndə 3 olacaq. Çünki bazı rəqəmlər heç vaxt dəyişmir. Dörtlük say sistemində də 3 ədədi var. Dörtlük say sistemində də 3 ədədi var. Onluq say sistemində də 3 ədədi var. Yaxşımı?
Bazı rəqəmlər hamısında eynidir. Sonra 25'e baxırıq. 8 üstü 6. 8 say sistemində sıfırların sayını deyir tutar. Biz bu ədədləri tək-tək götürüb 8-lik say sisteminə keçməyə bilirik də. 8-i 2 üstü 3 kimi yazsam, 3 dəfə 6 neçə eləyəcək? 18. 18-i 8-lik say sisteminə çevirin. 3. 3-ü neçəyə vuran 18-ə yaxın ədəd eləyir, ya da öz almır. 3 dəfə 6 18. 18-dən 18-i çıxanda 0 qaldı. Qaldı bura nə verəcək? 1 vurulsun 8 üstü 6. Bunu burada saxlayıram. 16 üstü bu 5'dir. 4 dəfə 5'in 20. Bunu çevirirəm şeyə, 8-yə. 3. 3-ü neçəyə vuranda bizdə 3 dəfə 6-nın 18. 2 üstü nə qalır burada? 2. Bu da eləyir 4 vurulsun 8 üstü neçə? 6. Bu arada 2 dənə belə bir ədədimiz var. Bunları toplayanda, möhtəsə xaricinə çıxaranda bizə nə verəcək? İkisini birləşdirəndə. 5 vurulsun 8 üstü 6. Bax, bu bizə ikisi birləşəndə bizə bunu verdi. 9'a baxıram. 9'u 8'lik say sisteminə çevir. 9'un içində neçə dənə 8 var? Bir dənə. 1 vurulsun 8 üstü 1 var. Onu götürdüm. 9'dan 1 vurulsun 8 üstü 1 çıxan nə qaldı? 1. Bir də yazmaq üçün yazıram. 1 vurulsun 8 üstü 0. Olan qüvvətlərin yerinə 1 yazıram, olmayanların yerinə 0. Bu ikisini birləşdirdiyimə görə bu mənə bunu verdi. 3 dənə ədədim var. Hansı ədədimiz var? 5 vurulsun 8 üstü 6. 1 vurulsun 8 üstü 1. 1 vurulsun 8 üstü 0. 8 üstü 6'nın qiyməti 5'dir. 8 üstü 5 yoxdur. 4 yoxdur. 3 yoxdur. 2 yoxdur. 8 üstü 1'in qiyməti 1'dir. 8 üstü 0'ın qiyməti 1'dir. Bizə deyir sıfırların sayı 2 dənə sıfırımız var. 4 dənə sıfır var. Cavabımız olur 4. Neçə müxtəlif yolla getmək olar? A-dan C nöqtəsinə F-dən keçməyin. Keçməyərək deyiriksə, demişdik ki, F-dən çıxanların üstünə nə yazacaq? 0. Deməli, bax, bu F nöqtəsidir. Bir dənə bura nə yazacaq? 0. Yerdə qalanları normal olaraq işləyirəm. A-dan çıxanların üstünə nə yazıram? 1. Sonra bu A-dan D-yə gedir, yoxsa D-dən başlayıram? Dəqiq. Hə. Ümumiyyətlə bu tip şeydə keçən dəfə qayda yazmışdım. O qaydaya əməl elədiniz? Yoxsa nə elədiniz? Ümumiyyətlə F-dən keçməyərək dediyinə görə mən F-i buradan yox edirəm. F-in həm girişlərin, həm F-ə girənləri, həm də F-ə çıxanları silirəm. Həm F-ə girənləri, həm də ki, F-in girişlərini silirəm ki, ümumiyyətlə F-i görməyim. A nöqtəsindən keçməyərək deyirsə, A-da başlayanları, baxın, girişdə hardan başlayırıq, sonra girənləri ləğv elədim. Çıxışları da harada bitirəcəmsə, G-də bitirirəm, düzdür? G nöqtəsinə, G-nin də çıxışlarını, G zaten çıxışı yoxdur artıq. Yox. C-dən çıxanların üstünə nə yazıram? Çünki bu D-yə heç bir yerdən gəlmədiyinə görə Y-dən çıxanların üstünə 1 yazıram. C-dən çıxanların üstünə nə yazacağım? 1, L-dən çıxanların üstünə 1, K-dan L-dən çıxanların üstünə nə yazıram? 2, 2, 2. 2, 2, 1 neçə elədi? 5. Deməli, bura biz neçə dənə gəlmişik? 5 dənə. Qaydamız var idi. Hansı nöqtədən başlayıramsa, onun girişlərini sıfırlayıram, silirəm. Harada bitirəcəmsə, onun çıxışlarını silirəm. Normal qaydada başlayıram şey eləməyə. 27-yə baxıram. Yaddaş plotter nədir? Çıxış qurulsun. Mikrofon, giriş qurulsun. Disket, yaddaş qurulsun. Mouse, giriş qurulsun. Proyektor, çıxış qurulsun. Yoruldum. 512 simvol əlifba ilə yığılmış sənədin informasiya həcmi, yəni həcm bərabərdir. Simvol vurulsun hansı üstür? N. N-in qiyməti nə qədərdir? 9 bitdi. Simvolun sayı bilmirəm nə qədərdir, amma həcmi bilirəm nə qədərdir? 63 kilobayt. X bərabərdir. 63 vurulsun kilobaytdan bitə keçirəm də. 213 bölünsün nəyə? 9-a.
İxtisar aparanı 9-dan. Bu da 7 vurulsun 213. 7 vurulsun 213 qədər simvolum var. Deyir bu Unicode'da yığılarsa həcm nə qədər olarsa. 7 vurulsun 213 sənin nəyin var? Simvolun var. Yəni rəqəmli hərflərimin sayı. Unicode'da yığılarsa vururam 2 bayta. Baytdan da kilobayta keçəndə nəyə bölürəm? 210-a. Düzdür? İxtisarları aparıram. 8, 7 dəfə 8-in 56, 56-nı da 2-yə vuran neçə eləyir? 112. 112 eləmir. 112 kilobayt. 16-lıq say sistemində 21 rəqəmli ən kiçiyidir. Ay uşaqlar. Baxın, heç 16-lıq say sistemində 150-dir. İkilik say sisteminə çevirəndə. 8, 4, 2, 1 qaydası ilə çeviririk. Düzdür? Bax, 1, 0, 0. Bir dənə diqqət edin. 0, 0, 0, 1 elədir. 16-lıq say sistemi bir rəqəmli, ikilik say sistemi neçə rəqəmlə bərabər? 4 dənə. Bir dənə 0 gör neçə dənə 0-a bərabər oldu? 4 dənə 0, düzdür? 21 rəqəmli ədəddə bir dənə bir arxasınca 20 dənə 0 olacaq, düzdür? Onda ikilik say 16-lıq say sistemi bir dənə 0-ı, bizdə ikilik say sistemi neçə 0-a bərabər olacaq? 4. 20 dənə 0 neçə dənə 0-a bərabər olacaq? 80 dənə 0-a. Bu bir dənə birimiz də 0, 0, 0, 1 eləyəcək. Arxasınca da neçə dənə 0? 80 dənə 0 olacaq, düzdür? 8-lik say sisteminə çevirəndə 3 bölürük axı, düzdür? 80 dənə 0-ımız var, bir dənə də 1-imiz var, düzdür? Qabağında. Öndəki sıfırların önəmi yoxdur da. 81 dənə ədədimiz var. 8-lik say, 16-lıq say sistemində. 8-yi 2-liyə çevirdim. 8-liyə çevirəndə nəyə bölür? 3 bölürük. 81-i də 3-ə böləndə neçə eləyəcək? 27. 27 dənə ədədimiz eləyəcək. Bir dənə 1, belə. Arxasında da sıfırlar. 27 rəqəmli ədəd elədi. Hara getdik? Da deyir ki, getmək istəyirlər, hə? Buna da baxaq bir ay Allah. Üstünə yazırıq nə? 0, 1, 0, 1. 4 vurulsun, x üstə gəlsin nəyə? 5-ə. Üstə gəlsin 1 yazıram. 2-ni 16-ya vuran neçə eləyir? 32 üstə gəlsin 1. 4x üstə gəlinsin. 4 dəfə 5 neçə eləyir? 20 üstə gəlinsin 1 bərabərdir 33. 4x bərabərdir. Çıxana neçə qalacaq bizdən? Neçə? 12. X bərabər olacaq neçəyə? 3-ə. Məncə səhv elədik. Nəyi səhv elədik? Bir dəqiqə. 2 dəfə 2-ni 16-ya vuran neçə eləyir? 32 üstünə 1. Burada bir problem yoxdur. X üstə gəlsin 5. Üstə gəlmədi də inşallah bu. 4x üstə gəlsin 5. 4x üstə gəlsin 20. Üstə gəlsin 21. 33-dən 21-in çıxan neçəsi qalır? 12. Neçə qaldı? 3. X bərabər problem yoxdur. Sol tərəf hansı say sistemində olduğunu müəyyən edin. Hə, x-in qiyməti 3-dürsə, x-in qiyməti 3-dürsə, 3-ün də üstünə 5 gəl neçə eləyəcək? 8. Cavab olacaq 8 sayısı. Azad elədim.